Salam dostlar, kanalıma xoş gəldiniz. Bugünkü videomuz Amerikada Green Card'la yaşayan hər hansı bir immiqrasiya təhlükəsi, hər hansı bir deportasiya təhlükəsi gözləyirmi? Bu barədə məlumat vermək olacaq. İlk öncə deyim ki, bu videonu hal-hazırda Berlindən çəkirəm. Bir həftədən çoxdur ki, durmadan hər gün səyahətdəyəm. Bir həftə də belə səyahətdə olacağam. Son günlərdə bir neçə video çəkə bilmədim. Bunun üçün də sizdən üzr istəyirəm, amma çox yaxşı videolar gələcək. Avropa videoları da həmçinin. Dönək mövzumuza. Mövzumuz Trump gəldikdən sonra bildiyimiz kimi çox ağır immiqrasiya qanunları ilə gəldi. Çox sərt immiqrasiya qaydaları gətirdi. Həmçinin burada yaşayan Amerikanlılara və bu Trump'ı seçən insanlara sərf edən bir şeydir əslində. Qatarda olduğum üçün kamera hey fırlanır. Qayıdaq mövzumuza. Green Card itirməyiniz üçün 4 əsas səbəb var. Həm Green Card itirib, həm deportasiya olunmağınız üçün. Bunlardan birincisi cinayətdir. Yəni ağır, yüngül cinayət fərq eləmir. Oğurluq olsun, saxtakarlıq olsun və ya narkotiklə hər hansı bir həbsiniz olsun və ya insan yaralamaq olsun, adam yaralamaq olsun, hər hansı bir cinayət olsun, bu sizin Green Card'ınızın əlinizdən alınıb ölkədən göndərilmənizə səbəb ola bilər. İkincisi, yalan məlumat vermək və saxtakarlıq. Buna nə aiddir? Əsasən də Green Card'a başvurarkən, Green Card almaq üçün siz yalan məlumat vermisinizsə, saxta evlilik eləmisinizsə, saxta sənəd və ya diplomunuzu, attestatınızı yalandan saxtakarlıqla dəyişdirmisinizsə, bu aşkarlanarsa sizin deportasiya olmağınıza, Green Card'ınızın əlinizdən alınıb deportasiya olunmağınıza çox böyük bir səbəblərdən biridir. Üçüncüsü, yaşıl kartın istifadəsiz qalması. Yaşıl kartın istifadəsiz qalması dedikdə, yəni siz əgər Green Card sahibisinizsə və ölkədən kənarda 1 il, 2 il müddətində qalırsınızsa, Amerikaya vergi vermədən kənarda qaldığınız üçün sizin Green Card'ınız, siz ölkəyə gəldikdə Green Card'ınız əlinizdən alınıb ölkədən deportasiya olunursunuz. Bu arada deyim ki, bu əslində qanunla siz ölkədən kənarda Green Card sahibi olaraq 6 ay qala bilərsiniz. Əgər bundan uzun müddətə qalmaq istəyirsinizsə, əvvəlki videolarımın birində sizə izah eləmişdim. Amerikadan kənarda Green Card sahibi olaraq necə müddətinizi uzada bilərsiniz. Bunun üçün Amerikadan çıxmadan öncə uzatmaq üçün bir başvurursunuz və bu başvurunu Amerika qəbul edir. Qanundan kənarda qala bilərsiniz, nə qədər istəsəz. Amma bu müraciəti etmədən, heç bir məlumat vermədən 6 aydan çox qaldığınız halda siz geri gəldiyinizdə deportasiya oluna bilərsiniz. İndiyə kimi olmayanlar belə. İndiyə kimi olmaya bilər. Hakimiyyətdə demokratlar idi, amma hal-hazırda Trump olduğu üçün bu insanları çox rahat şəkildə ölkədən göndərə bilərlər. Dördüncüsü isə milli təhlükəsizlik təhlükəsi. Bu əslində hökumət hər hansı bir mitinqlərdə, tədbirlərdə iştirak edərsiniz və ya ölkə xarici hər hansı bir qüvvələri dəstəkləyərsinizsə və ya hər hansı bir bu kimi terror hadisələrinə kömək edənlər Trump administrasiyası gəldikdən sonra polis orqanlarına və bütün güc strukturlarına immiqrasiya ilə bağlı çox sərt tapşırıqlar verib və gücləri də artırıb bu sahədə. Yəni hər hansı bir fırıldaqçılıqla, oğurluqla, cinayətlə məşğul olan və ya digər saydığım, yəni vətəndaşlıq üçün müraciət edənlər, Green Card üçün müraciət edənlər, evlilik üçün, Amerika vətəndaşı ilə evlilik üçün müraciət edənlərin sənədləri daha çox güclü baxılacaq, daha dəqiq baxılacaq, bütün keçmişi araşdırılacaq. Bundan əlavə, ölkə xaricində qalan varsa, gələndə daha çox yoxlanılacaq, daha çox sorğu-sual olunacaq. Həmçinin təhlükəsizliyi ilə bağlı evlərə baxış keçirilə bilər və ya sosial mediası araşdırıla bilər, mesajlaşması araşdırıla bilər, hər şey yenidən baxış keçirilə bilər və bu, dediyim kimi, Trump mediası ilə bu səlahiyyətlər lazımi orqanlara daha çox güc verilib və buna çox böyük tapşırıqlar verilib, yəni çox sərt tapşırıqlar verilib ki, bu kimi hadisələr olmasın və immiqrasiyaya qarşı, illegal immiqrantlara qarşı, problemli immiqrantlara qarşı çox sərt addımlar atılıb. Əslində, dediyim kimi, bu, burada yaşayan Amerikanlılar üçün çox yaxşı bir şeydir. Əslində, yəni heç bir problemi olmayan insanlar üçün. Bu arada deyim ki, vətəndaşlığı olan cinayət törədən insanlar belə vətəndaşlığı əlindən də alınıb, o gəldiyi ölkəyə geri göndərilə bilər. Belə hallar mən Kaliforniyada olanda eşitmişdim əslində Trump dönəmində. Amma əvvəlki Trump birinci dönəmində, ikinci dönəmində də bu kimi şeylər ola bilər. Yəni bu çox nadir hallarda olan bir şeydir, amma ola bilər. Green Card'ın əlində almağını istəmirsənsə, birincisi cinayət törətmə.
saxta məlumat vermək, saxtakarlıqla məşğul olmamaq lazımdır. Digər milli təhlükəsizliyi ilə bağlı şübhələniləcək bir şey eləməmək və normal yaşamaq lazımdır Amerikada. Heç bir problem, bütün problemlərdən uzaq olaraq. Və həmçinin də Amerikada gəlib vaxtında yaşamaq lazımdır. Əgər kənarda uzun müddət qalırsansa da bunun üçün də əlavə icazə almaq lazımdır ya da məlumat vermək lazımdır. Bunun üçün dediyim kimi xüsusi forum var. Bu heç bir problem yoxdur uzun müddət qalmaqda. Sadəcə xüsusi bir forum var, onu doldurub qala bilərsiniz. Bu məlumat sizə faydalıdırsa dostunuzla, tanışınızla paylaşmağı unutmayın. Əgər videonu bəyəndisə bəyənməyi və hər hansı bir sualınız varsa rəylərə mütləq şəkildə yazmağı unutmayın. Mütləq şəkildə də cavablayacağam. Özünüzə yaxşı baxın. Görüşərik.